Qobustan şəhərində yaşayıram, Yeni Mastivdə yaşayıram. Təcili yardımla daxil oldum xəstəxanaya. Həqiqətən çox pis vəziyyətdə daxil olmuşdum. İnansız evdəkilər hamısı çox pis hal olmuşdular ki, yəni nəsə ola bilər də. Sağ olsun həkimlərimiz, çox gözəl xidmət göstərdilər. Demək olar ki, onların sayəsində mən həyata qayıtdım. Müasir standartlara cavab edən bütün tibbi avadanlıqlar bu xəstəxanada var. Əgər varsa, gözəl həkimlərimiz var. Bunun üçün təzən Bakıya, başqa şəhərlərə üst tutmaq mənə heç artıq bir şeydir. Minnətdarlığımı bildirirəm ki, həqiqətən belə gözəl şərait yaradıblar, belə gözəl həkimlərimiz var. Həm təbbə, həm də xəstəxananın rəhbərinə, klinikçilərinə minnətdaram. Bakıda ürəyimdən əməliyyat olmuşam. Ürəyimdən əməliyyat olandan sonrasına məndə 1 il, 2 il keçəndən sonra şişkinlik əmələ gəlib. Keçən ildə burada, bu xəstəxanada, Qobustan rayonunun mərkəzi xəstəxanasında yatmışam. Təmiz, səliqəli, qulluq yaxşı, bütün hamısı sanitarından tutmuş, medsestrasından tutmuş həkiminə qədər. Qa deyirəm, qu deyirəm, qulluq, dərman, iynə, hamısı öz yerində. Və buna görə də təbibə minnətdarlığımı bildirirəm. Allah razı olsun, çox sağ olun. Veriş vüsat alıb, respublikamızda da təbibin qulluğu getdiyi yerlər. Biz buranı seçib bura gəlmişik. Çox da gözəl baxırlar. Allaha and olsun. Elə baxırlar bizə laf yaxşı. Belə baş həkimindən tutmuş, şöbə müdüründən tutmuş, buradakı həkimlərindən, santarkalarından tutmuş, belə mesestralarından tutmuş, hamısı gözəl baxır. Allaha and olsun. Biri gedib, biri gəlir. Həkimlərimizdən də Allah razı olsun, baş həkimlərimizdən də. Uşaqlıqdan mənim qolum ağrıyır, işləmir. İndi buradan müalicə baxırlar, yaxşı xidmət var. Təşəkkür edirik həkimlərimizə. Yemək, içmək, hər şey gözəl, hər şey yaxşıdır. Bugünkü gün Bakıya getməyə ehtiyac yoxdur. Bizim xəstəxanamızda hər bir şərait var, hər bir gözəl həkimlər gəlir, zəhmət çəkirlər, onlara da gəlməklərinə görə təşəkkür edirik. Mənim yoldaşım şəkərdən, təzyiqdən əziyyət çəkir. Mən dəfələrlə bura gəlmişəm. Şəkər dərmanları bizə vaxtında verilib. Analizlər çox düzgün, çox qəşəng, real analizlər olub. Həm kardioloji problemlərdən, həm də ortopedik problem var diz oynaqlarımda. Buradakı müalicədən sonra demək olar ki, mən o ağrıları artıq hiss eləmirəm. O cümlədən digər xidmətlərdən də istifadə olunur, yəni ailə üzvlərimiz gəlmişik və həmişə məmnun qalmışıq. Əvvəllər bu olurdu ki, biri tez girsin, biri növbəni pozulurdu, amma bu son vaxtlarda artıq bu problem tamamilə kökündən həll olunub. Hamı növbəli şəkildə oturur gözləmə zalında, otaqların ağzında növbə gəldikcə biz xidmətdən istifadə edirik. Bu barədə işlər çox gözəl təşkil olunub. İcbari tibbi sığortanın təbib rəhbərliyi olmaqla, o cümlədən elə bizim Qobustan rayon mərkəzi xəstəxanasının bütün işçilərdə çox minnətdarıq, təşəkkür edirik.